Yenidən Ermənistanın baş naziri oldu. Kanala abunə olub video beğenmeyi unutmayın. Ermənistanda yeni formalaşacaq hökumətin baş naziri vəzifəsində Hakim Vətəndaş Müqaviləsi partiyasının sədri Nikol Paşinyanın namizədliyi irəli sürülüb. Sferaz yerli və istinaddan xəbər verir ki, partiyanın idarə heyətinin iclasında qəbul edilən qərara əsasən Paşinyanın namizədliyi parlamentə təqdim olunacaq. Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət istifa verir. Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd baş nazir vəzifəsindən seçilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır. Xatırladaq ki, baş nazir bundan öncə sosial şəbəkə hesablarında paylaşım edərək istifa verdiyini açıqlamışdır. Ermənistan prezidenti Vaqen Xaçatryan Nikol Paşinyanın yenidən Ermənistanın baş naziri təyin olunması haqqında fərman imzalayıb.